Gəzməkdən həlak olduq da, həlak olduq. Gəldik aeroporta, mindik samolyota və təxmini 3 saata çatdıq İzmirə. Salam əziz izləyicilər, kanalımın ilk videosuna, ilk vloguna xoş gəlmisiniz. İndi biz gedirik, hara gedirik? Gedirik Kəməraltı çarşısına. Orada biraz gəzəcəyik və ondan qabaq yemək yeyəcəyik. Kahvaltı eləyəcəyik və sizə kahvaltı fiyatlarını, döviz kurunu, dolları TL-yə çevirmək falan, otel fiyatlarını, yemək fiyatlarını, zadının hamısını sizə ətraflı deyəcəm. Neysə, getdik kahvaltımızı eləyirik. Deməli, gördüyünüz kimi bizim qaldığımız oteldir. O bizim otaqdır, balaca bir otağımız var, balaca bir televizoru və balaca bir sanuzeli. Arkadaşlar, deməli, bu bizim küçəmizdir. Bu da bizim qaldığımız oteldir. Nə də görürsünüz də insanların çoxluğu. Yollar zətlər genişdir. Gördüyünüz kimi. Deməli, gəldik kahvaltı eləməyə. Bizim burada su börəyimiz var. Burada da pendirli pidemiz, 2 dənə də double çay. Biz buna ödəyirik 150 TL. Deməli, səhər yeməyimizə 150 TL demişdim biyaqlara, amma çıxanda ödəniş eləyəndə 165 TL verdik. Biraz su börəyinin qramajı çox idi da, elə bir ona görə 165 TL verdik. Əziz izləyicilər, deməli biz 100 dolları çevirdik TL-yə, 3870 TL elədi. 3870 TL. 100 dollar. Yəni bunu da nəzərinizdə saxlayın ki, 100 dollar hardasa 3800, 3900 bu civarda eləyir. Kəməraltı çarşısıdır bura. Yəni buradan hər tür şeylər var da, burada paltarlar var, qızıllar var, aksesuarlar var, hər bir şeylər var, ayaqqabılar, hər bir şeylər. Çox böyük bazardır həqiqətən. Bu da İzmirin məşhur Kəməraltı çarşısı. Əziz izləyicilər, bu da İzmirin məşhur saat kulesi. Gördüyünüz kimi burada insanlar var. İstəyənlər quş dəni alır, quşları burada yemləyir. Bu da məşhur saat kulesi. Bəli. Deməli, arkadaşlar, biraz alışveriş eləyəndən sonra gedirəm indi saçlarımı qıxdırım. İnşallah. Görüm indi saçı neçəyə qırxırlar. Nə qədər ödəyəcəyik saç kəsminə. İnşallah. Gedək görək nə olur. Deməli, əziz izləyicilər, saçımızı kəsdirdik. Gördüyünüz kimi 300 TL verdim. Həm kəsilməyinə, həm də yuyulmağına 300 TL verdim. Artısı bizim pulundan səhv eləmirəmsə 10 manat zad eləməlidir. Elə Bakıdakı kimidir də. Bakıdan məncə biraz daha ucuzdur. Yaxışıqlı olan olur. Biz indi buradan vapura minib keçəcəyik İzmirin Karşıyaka bölgəsinə və oranı da sizə bacardığım qədər çəkib göstərməyə çalışacağım. İndi gözləyirik ki, vapurumuz gəlsin, biz də inşallah gedək Karşıyakaya. Gedək, indi orada sizə də göstərəcəm nə var, nə yoxdur. Deməli, vapurumuz gəldi, indi biz minib keçəcəyik Karşıyakaya inşallah. Deməli, gəldik, çatdıq Karşıyakaya. İndi burada AVM var, yəni bizim dilimizdən mol var. İstəyirik burada mola gedək, bura moluna baxaq, görək bura mol necədir. Deməli, indi midyenin dadına baxacağıq. Əslində mən çox bəyənirəm midyeni, çox adam bəyənmir. Möhtəşəm. Burada dadı vapşe möhtəşəmdir. Birinə 10 TL verdik. Biz indi buradan tramvaya binəcəyik və tramvay ilə gedəcəyik Mavi Bahçəyə. AVM Mavi Bahçədədir. İnşallah. İndi tramvaya gözləyirik. Deməli, əziz izləyicilər, gəldik AVM-yə. İndi girəcəyik AVM-yə görək burada necədir, yeməklər nə qiymətədir, bir də içi necədir. Giriş buradandır, bir də bununla üzbəyüz bir dənə də AVM var, o da odur. Deməli, əziz izləyicilər, burada kuru fasulyedir, ayrandır, çörəkdir. Burada da ətli pilavdır, yəni düyüdür, üstündə dolma. Bir də
içkilər. Buna biz ödədik 390 TL hamısına. Deməli yeməyimizi yedik. Həqiqətən əla idi. Dadını çox bəyəndim və çox az ödədik. Həqiqətən 390 TL. Yəni yaxşı bir fiyatdır bura görə. Və yəni qəşəngdə yedik, doyduq. Xumarit, momento more. Xumarit, brat. Deməli indi moldan çıxdıq biz. Moldan çıxdıq, İzban qatarına minəcəyik. İnşallah tramvay ilə qayıtmayacağıq, İzban qatarları ilə qayıdacağıq. İnşallah. Deməli axırı ki gəldik, çatdıq Basmanəyə, yəni qaldığımız otel tərəfə. İzbanla gəldik. Həqiqətən yəni çox çətin gəldik. Adam başına 83 TL ödədik İzbana minmək üçün. Deməli gəlmişik məşhur İzmir bombası yeməyə. Görə İzmir bombasının dadı necədir? A few moments later. İçi belə şokoladlıdır. Amma həqiqətən dadlıdır. Çayla vəbşə əla gedər. Bunun birinə biz verdik 50 TL. Başqa yerlərdə 35 TL-yə də var, amma biz 50 TL aldıq. Qəşəngdir, amma biraz elə bir çox şirindir. Amma qəşəngdir. Gəzməkdən həlak olduq da, həlak olduq. Sumkanı daşımağa xot yoxdur. Belə aparıram. Yeməklər çox bahadır, həqiqətən yeməklər çox bahadır. Yəni ancaq gərək gəzib ucuz restoranlar tapasınız ki, sizə sərf eləsin. Gəldik burada axşam yeməyimizi yeməyə. Nə qədər restoran gəzdik, axırı ki bir dənə sərfəli bir restoran tapdıq. Deməli bu köftədir pilavla. Bu da toyuq kebabıdır pilavla. Çörəkdir, turşu bibərdir, ayranlardır. İndi axırda inşallah sizə deyəcəm bura nə qədər ödədik. Biz bu yeməyə də 500 TL pul verdik. 500 TL. Çaylar da ikram idi. Ümumiyyətcə İzmirə gəlirsinizsə, ən birinci şəkildə Adnan Menderesdə aeroportda düşəndə qətiyyən pulunuz varsa, yəni dollarınız, eurovuz, yəni pulunuzu qətiyyən aeroportda xırdalamayın TL-yə. Çünki aeroportda çox ucuzuna xırdalayırlar, yəni çox pul itirərsiniz. Birinci növbədə. İkinci növbədə bacardığınız qədər gəzin. Yəni yol puluna həqiqətən, yol puluna burada çox pul çıxır. Bir də axtarsanız ucuz otellər tapa bilərsiniz. Yəni normal da, normal şəraitdir və ucuz otellər ki sizə sərf eləsin. Əziz izləyicilər, burada səhər yeməyi 1100 TL-dir. 1100 TL-də hardasa bizim pulla 50 manat eləyir. Yəni zaten Bakıda da belədir. Dənizin qırağında səhər yeməyi yemək istəyirsənsə, hətta 50 manatdan da çox məncə çıxar. İndi isə gəlmişik Magnolia yeməyə. Deməli, həqiqətən dadını çox bəyəndim. Mən də həmişə yeyəndən sonra çəkirəm. Yadıma düşür ki, ayda video çəkməyəm. Bu vaxt bixəbimərəm də. Deməli, çox bəyəndim. Həqiqətən buna 100 TL ödədik. Çaylara, belə bir çaydır. Bizim normal bildiyimiz armud stəkan, amma biraz balacadır. Buna da 20 TL ödədik birinə. Bu da 100 TL. Opşu 140 TL elədi. Bizim bunu yeməyimiz və içməyimiz. Mükəmməl dadı. Əziz izləyicilər, bu videomuzun sonuna gəldik. Həqiqətən çox maraqlı oldu İzmir vlogu. Yəni mənim üçün çox böyük təcrübə və çox maraqlı oldu. İnşallah ki sizin üçün də faydalı oldu. Kanalıma abunə olmaq istəyənlər abunə ola bilər. Gələcək səfərimdə, vlogumda inşallah paylaşacağım. Özünüzə yaxşı baxın, Allaha əmanət olun. Sağ olun. Birazdan inşallah mən uçuram Bakıya. Bu da bizim qaldığımız otelə yaxın Basmanə tərəfidir İzmirin. Burası da mərkəz deyil, tam.